Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Həm Sinan ağanın nəzərinə görə, həm Xamneyi ağanın nəzərinə görə, həm Məkarim Şirazi ağanın nəzərinə görə bir şəri məsələni izah eləmək istəyirəm. Məsələ də bundan ibarətdir ki, aya namazda qunutu bilərəkdən və yaxud da ki, bilməyərəkdən tərk etmək namazı batil eləyəcək ya yox. Baxın, hər üç müştəhidin nəzərinə görə istər namaz vacib olsun, istər müstəhəb olsun, həmin bu namazlarda qunut tutmaq müstəhəbbidir. Və insan istər bilərəkdən, istər bilməyərəkdən qunutu tərk eləsə, namaz batil olmaz. Məsələn, fərz elə ki, mən vacib namazı qılırdım, sübh namazını və yaxud da ki, zöhr namazını qılırdım. Gəldim ikinci rükətdə gərək qunut tutaydım, müstəhəbbidi tərk elədim. Bu namaz batil deyil, bu namaz düzgün namaz sayılır. Amma bir nəfər əgər bilməyərəkdən qunutu tərk eləsə, məsələn, fərz elə ki, mən gəlib ikinci rükətdə qunut tutmalıydım, amma yadımdan çıxdı qunut tutmaq. Getdim rükuda yadıma düşdü ki, mən qunut tutmamışam. Bu cür olduğu təqdirdə müstəhəbbidir ki, rükudan qalxdıqdan sonra qunut tutsun, müstəhəbbidir. Əgər bir nəfər səcdədə yadına düşsə, səcdədə idim, yadıma düşdü ki, mən ikinci rükətdə gərək qunut tutaydım, tutmadım. Müstəhəbdir ki, namazın salamından sonra qunut tutsun. Yəni, hər bir halı ilə birdən qunut tərk olunsa, namaz batil olmayacaq. Amma bilməyərəkdən birdən qunutu tərk eləsə, bayaqda qeyd elədiyim kimi, əgər rükudadırsa, rükudan qalxdıqdan sonra müstəhəbdir qunutu yerinə yetirsin. Əgər səcdədə yadına düşübsə, onda namazın salamından sonra qunutu yerinə yetirsin. Vəssalamu aleykum və rəhmətullah.